Herkese salam. Mən bugün blok imtahan tipli sualların ikinci videosunu çəkirəm. Qeyd edim ki, hər bir sualın izahında digər mövzulara toxunacağım üçün eyni anda bir çox mövzuları təkrar etmiş olacaqsınız. Ona görə diqqətlə qulaq asın. Deməli, 6-cı sualda deyir ki, yanlış fikirləri müəyyənləşdirin. Yəlik hal şəkilçili söz müstəqil şəkildə təyin ola bilər. Deməli, biz bilirik ki, yəlik hal şəkilçisi, yəni ın, in, un, ündür və yəlik hal müstəqil şəkildə yalnız xəbər olur deyə biz bilirik ki, yəni yalnız xəbər olur. Digər halda yəlik hal müstəqil şəkildə, yəni digər cümlə üzvü ola bilmir. Çünki yəlik hal məsələn kitabın rəfi, məktəbin həyəti tipli birləşmələrdə, yəni söz birləşmələrində eyni zamanda qeyri-müəyyən yəlik halda da həmçinin tutaq ki, məktəb həyəti, kitab rəfi bu tipli olduqda biz bunları bütöv şəkildə təhlil edirik. Yəni bunlar söz birləşməsi olduğuna görə bunlar bütöv cümlə üzvü olur. Yəni müstəqil ola bilmir. Sadəcə olaraq xəbər olduqda, yəni müstəqil şəkildə ola bilir biz deyirik. Yəni bu sənindir, bu kitabındır, bu evindir və s. tipli sözlərdirsə artıq müstəqil şəkildə xəbər olur. Lakin bir şey yadda saxlayın ki, yəlik hal bəzi hallarda müstəqil şəkildə təyin ola bilir. Bu necə olur? Tutaq ki, mən belə bir nümunə desəm, bizim məktəb yarışda birinci yerə çıxdı. Məsələn, bu tipli birləşmədə görürsünüz ki, bizim məktəb, yəni burada bizim sözü yəlik haldadır. Lakin biz bu cümləni təhlil etdikdə, yəni necə təhlil edəcəyik? Yəni yarışda birinci çıxdı. Nə? Məktəb? Hansı məktəb? Bizim məktəb. Gördüyünüz kimi, yəni bu şəkildə olduqda, yəni söz birləşməsinin şəklində olduqda, yəni ancaq əsas tərəfdən mənsubə şəkilçisi verilmədikdə, tutaq ki, yəni bizim məktəb şəklində olduqda, biz onda bizimi ayrıca təyin götürəcək. Yəni burada artıq yəlik hal ayrıca təyin olmuş olur. Ancaq bizim məktəbimiz şəklində desəydim, bəli, onda artıq ayrılmayacaqdı, bütöv götürüləcəkdi. Lakin əgər yəlik halın yanındakı sözdə mənsubə şəkilçisi verilmirsə, o zaman yəlik hal müstəqil şəkildə təyin ola bilir. Ona görə də yəni bir doğru fikirdir. Bu cəhətdən A olmayacaq, C, D, Y heç biri olmayacaq. Elə cavabımız elə buradan çıxır, B variantı. Digər variantlara da baxaq. Feilin şərt şəkli müstəqil cümlənin xəbəri olur. Əvvəla müstəqil cümlə nədir? Müstəqil cümlə dedikdə biz yəni baş və budaq cümlə mövzusunu xatırlamalıyıq. Müstəqil cümlə də baş cümləni deməkdir. Yəni feilin şərt şəkli isə biz bilirik ki, budaq cümlənin xəbəri olur. Yəni o müstəqil cümlənin yox, asılı cümlənin xəbəri olur. Ona görə də 2 yanlışdır, götürəcəyik. 3-ə baxaq. Feillə ifadə olunan xəbərlər ismi xəbər ola bilmir. Bu yanlışdır. Xatırlayaq ki, ismi xəbərlər 2 yerə bölünür. İsmi xəbər və feili xəbər. Feili xəbər biz nəyi nəzərdə tuturuq? Feili şəkillərlə ifadə olunan xəbərlər nəzərdə tutulur. İsmi xəbər isə isim, sifət, say, əvəzlik, zərf, yəni feildən başqa digər əsas niksələri. Feilin də içərisində məsdər və feili sifət də ismi xəbər sayılır. O cəhətdən, yəni əgər xəbər feillə ifadə olunursa, yəni ismi xəbər ola bilər. Yəni məsdər və feil sifət ismi xəbər olduğu üçün. Ona görə 3 yanlışdır. 2, 3, 4-ə baxaq. Alın, qoyun, əyan həm amonim ola bilən, həm də amonim ola bilməyən sözlərdir. Gəlin baxaq. Alın sözü, bəli, həm amonim ola bilir, həm amonim ola bilmir. Amonim olanda necə olur? Bir var insanın alını, bir də var buradakı ın şəkilçisi, leksi şəkilçisi kimi olduqda. Yəni alınmaq kimi, yəni feilin məhsul növü kimi və yaxud da qayıdış növü kimi olduqda artıq onda yəni leksi şəkilçisi olduğuna görə başlanğıc forması da eyni olur. Yəni həm insan alını kimi dedikdə başlanğıc formada elə alındı. Leksi şəkilçisi kimi götürdükdə də başlanğıc forma alın olduğuna görə, yəni vurğusu da eyni yerdə olduğuna görə biz bu şəkildə götürdükdə alın sözünü amonim kimi götürürük. Amma bir də var ki, insanın alını, bir də var feilin əmr şəkli kimi dedikdə, yəni alın, nəyisə alın. Artıq belə olduqda alın amonim sayılmır. Yəni həm vurğuya görə dəyişə bilən söz kimi götürülür, o cəhətdən amonim olmur, həm də feilin növ şəkilçisi kimi olduqda və insan alını kimi olduqda isə amonim olur. Ona görə də həm amonim ola bilən sözdür, həm amonim ola bilməyən sözdür. Qoyun sözdən baxaq. Qoyun sözü də eyni ilə həm amonim ola bilir, həm amonim ola bilmir. Qoyun bir var heyvan mənasında qoyun, bir də var insanın qoyunu, yəni qucağı mənasında olduqda amonim olur. Lakin vurğusuna görə dəyişən söz kimi olduqda, yəni heyvan kimi qoyun, bir də var nəyisə yerə qoyun, yəni artıq burada vurğu fərqi olduğuna görə bu amonim ola bilmir. O cəhətdən bəli, həm amonim ola bilir, həm amonim ola bilmir. Əyan sözü isə yəni uzanmasına görə mənası dəyişən sözdür. Ona görə də bu, yəni sadəcə olaraq amonim ola bilməyən sözdür. Yəni bunun amonim ola bilən tərəfi yoxdur. Əyan bir var ki, padşahın əyanları, yəni yaxın insanları, bir də var əyan, yəni bir şey mənim əyan oldu, ürəyimə damdı mənasında
istifadə edir. Yəni bu uzanmasına görə fərqlənən sözdür. Yəni bu amonim ola bilməyən sözdür. Yəni bunun amonim ola bilən tərəfi yoxdur. Ona görə də yəni alınla qoyun düz gəlsə də əyan burada pozur. Ona görə də 2, 3, 4, 5-ə baxaq. Ara sözlər modal sözlərlə ifadə olunur. Bəli, bu doğrudur. Yəni ara söz modalla ifadə olunur. Modal ara sözlə yox. Yəni ara sözlər modal sözlərlə ifadə olunur. Yəni 5 də doğru fikirdir. Deməli 2, 3, 4 bizim yanlış fikrimiz olacaq. 7. Biri mürəkkəb cümlə deyil. Mürəkkəb cümlə bilirik ki, iki cür olur. Tabesiz mürəkkəb cümlə və tabeli mürəkkəb cümlə. İndi hər hansı birdə olsa biz götürəcəyik onu. İnsan təbii ki, istədiyini edə bilər, lakin o istədiyini istəyə bilməz. Gəlin baxaq. Nə edə bilər? Edə bilər. Kim? İnsan. Lakin o istədiyini istəyə bilməz. Nə edə bilməz? İstəyə bilməz. Kim? O. İndi görürsünüz ki, hər iki tərəfin ayrı-ayrı mübtəda xəbəri var. Bəli, bu tabesiz mürəkkəb cümlədir. Niyə görə tabesizdir? Çünki iki cümlə də bir-birindən asılı deyil. Yəni ikisi də ayrı-ayrı bərabər hüquqlu cümlələrdir. Ona görə də A mürəkkəb cümlədir. B-yə baxaq. Dahi insanlar yüksəklərdə uçurlar və onlar qartallar kimi əlçatmaz yüksəkliklərdə yaşayırlar. Yenə cümləni təhlil etsək, nə edirlər? Uçurlar. Kim? İnsanlar. Və onlar qartal kimi əlçatmaz yüksəklik. Bəli. Nə edirlər? Yaşayırlar. Kim? Onlar. Görürsünüz ki, iki tərəfin ayrı-ayrı mübtəda xəbəri oldu. Yəni bu da tabesiz mürəkkəb cümlədir. C-yə baxaq. Nəyi düşünsən, ona da çevrilərsən. Bura baxırıq ki, nəyi düşünsən. Yəni burada sasə var. Yəni əgər nəyi düşünsən, onu da çevrilərsən. Yəni burada feilin şərt şəkli var. Yəni bu tabeli mürəkkəb cümlədir. Yəni budağın birinci gəldiyi, başın isə ikinci gəldiyi mürəkkəb cümlədir. Ona görə də C də olmayacaq. D-yə baxaq. Ədalətin təntənəsi naminə çalış, əlindən gələni əsirgəmə. Burada mən baxıram ki, nə et, çalış, nə et, əsirgəmə. İkisini də sən eləyirsən. Yəni, sən ədalətin təntənəsi naminə çalış, sən əlindən gələni əsirgəmə. Görürsünüz ki, burada iki xəbərim var, ancaq bir mübtədəyə aiddir. Ona görə də bu artıq sadə cümlədir. Yəni, həmcins xəbərli, gördüyünüz kimi iki dənə xəbər olduğuna görə həmcins xəbərli sadə cümlə sayılır. Ona görə də D mürəkkəb cümlə deyil. Y-yə də baxaq. Hər bir uşaq müəyyən mənada dahidir və hər bir dahi müəyyən mənada uşaqdır. Gəlin cümləni təhlil edək. Necədir? Dahidir. Kim? Uşaq. Və hər bir dahi müəyyən mənada uşaqdır. Nədir? Uşaqdır. Kim? Dahi. Gördüyünüz kimi iki tərəfin ayrı-ayrı mübtəda xəbəri olduğuna görə bu da mürəkkəb cümlədir, yəni tabesiz mürəkkəb cümlədir. Ona görə cavabımız olacaq D variantı. 8-ci sual. Hansı cümlədə tünd hərflərlə verilən sözün yazışı orfoqrafi baxımından səhvdir? Görürsünüz ki, burada ömür, qəbir və s. bu tipli sözlər verilib. Deməli, bu isim bölməsində verilən bir qaydadır. O qaydanı bir yadımıza salaq. Milli sözlərdə, yəni beyin, burun, çiyin, qarın, içində bədən üzvü olmayan qayın var idi, oğul var idi, könül var idi və s. bu tipli sözlərdə sadəcə olaraq bir dəfə itirilirdi saydı. Yəni bunu yadda saxlayın ki, milli söz olduğuna görə bu tipli sözlər sadəcə olaraq bir dəfə itirir. Yəni o da mənsubiyyətdə itirir, halda isə qalır. Ancaq alınma sözlər alınma olduğuna görə iki dəfə itirirlər. Yəni onlar saytən başlayan istənilən növ şəkilçi qədidi itirirlər. Deməli, burada qoca bağban ömrünü bu işə həsr etmişdi. Ömür sözü alınma sözü olduğuna görə, yəni saytən başlayan istənilən növ şəkilçi qədidi saytını itirəcək. Deməli, gördüyünüz kimi burada da itirib, yəni ona görə düzdür. B-də Nəsiminin qəbri Suriyanın Hələb şəhərindədir. Burada da eyni ilə qəbir sözündə, yəni görürsünüz ki, yəni burada mənsubiyyət gəlib, yəni saytən başlayan şəkilçi qədidinə görə itirib. C variantı. Ağlın gücü əməl ilə ölçülür. Deməli, ağıl sözü burada istisna şəklində verilirdi. Belə ki, ağıl sözü alınma sözdür, ancaq millilər kimi olurdu. Yəni, sadəcə olaraq halda itirirdi o. Daha doğrusu mənsubiyyətdə itirirdi, halda qalırdı. Buradakı hal formasındadır. Yəni, ağlın gücü əməllə ölçülür. Yəni, burada yəlik hal şəkilçi qəbul etdiyinə görə, yəni itirməməli idi. Ona görə bizim burada cavabımız olacaq C variantı, yəni yanlışdır. D-yə də baxaq. Zehni işlə fiziki iş paralel olmalıdır. Deməli, burada zehin sözü də alınmalar qismindədir və burada da zehni işlə, yəni zehni sözündəki i leksik şəkilçidir, yəni hansı işlə, necə işlə və s. Yəni burada da yəni itirməyə doğrudur. Beynin həddən artıq yüklənməsi unutqanlığa səbəb olur. Deməli, burada da beyin sözü də milli sözlər sırasındadır və hal şəkilçisi qəbul etdiyinə görə saytını itirməyəcək. Yəni bunlar sadəcə olaraq yadda saxlayın ki, mənsubiyyətdə itirir. Bədən üzvləri mənsubiyyətdə itirir. Ona görə də deməli Y də doğrudur. Yəni cavabımız olacaq C. 9-cu sual. Səhv yazılmış sözləri müəyyən edin. Deməli, birinci sözümüz repetitor sözüdür. Bəli, bu yanlışdır. Çünki repetitor sözündə yəni repetitor olmalıdır. Yəni eynən yazılmalıdır. Ona görə də 1-i götürəcəm. 2-yə baxaq. Laborant düzgün yazılıb. O ilə yazılır, A ilə deyilir. Ona görə 2 deyil. 3-ə baxaq. Ağlasığan. Ağlasığan sözlə bağlı sizə bir şey qeyd edim ki, mən az öncə qeyd etdim ki, ağıl sözü mənsubiyyətdə
itirib, deməli halda isə qalan sözlərdəndir. Yəni çünki bu millilərin şəklində dəyişir. Özü alınma söz olsa da. Bəs sizi burada bu ağla sığan sözü o cəhətdən çaşdıra bilər ki, ağla sığan sözündə gördüyünüz kimi buradakı bu A şəkilçisi, yəni L-nın yanındakı A şəkilçisi hal şəkilçisidir, yəni yönlük halın şəkilçisidir. Ancaq biz dediyim kimi, qeyd etdim ki, mənsubiyyətdə itirib halda qalan sözdür bu. Ancaq ağla sığan sözünü yadda saxlayın ki, ağla sığan sözündəki A, yəni yönlük hal şəkilçisi olsa da, buradakı sahibini itirmiş olacaq. Yəni bu bir kənara çıxan bir söz kimi bunu yadda saxlayın ki, ağla sığan sözündə, yəni ağıl sözü deməli sahibini itirir. Ona görə də 3 doğru fikirdir, yəni burada. Yəni yanlış deyil, yəni itirməsi doğrudur. 4-ə baxaq. Debutant doğrudur, yəni səhv deyil. 5-ə baxaq. Heyfslənmək yanlış yazılıb. Heyif fislənmək yox, heyif silənmək. Yəni s hərfi gələcək, daha sonra i gələcək. Deməli 5 də səhvdir. 6-ya baxaq. Trayektoriya yox, trayektoriya. Ona görə də 6 da səhvdir. Bizim cavabımız olacaq 1, 5, 6. 10-cu sual. Verilmiş bəndin təhlili ilə bağlı səhv fikri müəyyən edin. A variantında deyir ki, qeyri-müəyyənlik bildirən hal işlənmişdir. Qeyri-müəyyənlik bildirən hal dedikdə biz həm qeyri-müəyyən yərlik halı, həm də qeyri-müəyyən təsdiq halı axtarmalıyıq. Yəni ikisindən biri. Baxaq görək, ömrümüzün səhərləri bu yərlik haldır. Ömrümüzün səhərləri bu da mənsubiyyətdir. Səhərləri, axşamları bu da mənsubiyyətdir, yəni burada yoxdur. Çiçək ulduzlarım, yəni ömrümüzün ulduzları burada da yenə də mənsubiyyət şəkilçisidir, yoxdur. Axşamları, yəni ömrümüzün axşamları, deməli burada da yoxdur, mənsubiyyətdir. Axşamlara işıq verən, axşamlara yönlük haldır. İşıq verən, bəli, burada var. İşıq verən dedikdə, yəni işığı verən. Deməli biz qeyri-müəyyənlik bildirən halı tapdıq. Ona görə də deməli A doğru fikirdir, götürməyəcəm. Altından xətt çəkilmiş sözlər adlı haldadır. Ömrümüzün səhərləri, bəli, mənsubiyyət şəkilçisi qəbul edib, başqa bir halda yoxdur. Ona görə də adlı haldır. Ömrümüzün axşamları bu da eyni ilə. Çiçək ulduzları bu da. Axşamları çox, bu da eyni ilə, hamısında mənsubiyyət şəkilçisi var, yəni digər hal şəkilçisi yoxdur. Axşamlara işıq verən adamları çox, yəni onun adamları çox, bu da olsun yenidən mənsubiyyət şəkilçisi qəbul etmiş, amma digər hal şəkilçisi də yoxdur, ona görə adlı haldır. Bu axşamı sən gətirdin mənim önümə, bəli, artıq burada bu axşamı sən gətirdin. Burada artıq ı şəkilçisi təsirlik aldı, yəni adlı hal deyil. Ona görə bizim yanlış cavabımız olacaq B variantı. Digər variantlara da baxsaq, yönlük halda olan 2 isim işlənmişdir. Yönlük halımız burada bir axşamlara var idi, bir budur, bir də görək harda var. Ömrümüzün səhərləri, axşamları çox, burada yoxdur. Çiçək ulduzları, axşamları yoxdur. Axşamlara işıq verən adamları çox, bu axşamı sən gətirdi mənim ömrümə. Bəli, bir dənə də burada var, ömrümə. Yəni C də doğru fikirdir. D-yə baxaq. Şeirin ilk sözü saitlə başlayan hal və ya mənsubiyyət şəkilçisi artırdıqda son hecadakı saitini itirən sözlərdəndir. Bəli, ömür sözü alınma sözlərdən olduğuna görə, yəni saitlə başlayan istənilən növ şəkilçisi gəldikdə kökdəki saitini itirəcək sözdür. Ona görə D də doğrudur. Y-yə də baxaq, yerlik və çıxışlıq halda olan isim işlənməmişdir. Bəli, yəni mən görmədim burada. Ona görə də deməli Y də deyil, cavabımız olacaq B variantı. Bugünlük bu qədər. Növbəti videolarda konkret imtahan sualları əsasında qrammatikanı təkrar edəcəyik. Videonu bəyəndisə dostlarınızla paylaşmağı, bəyənməyi və rəy bildirməyi unutmayın. Sağ olun.